İrəvandan yayılan son görüntülər isə rəsmi protokoldan daha çox bir teatr tamaşasını xatırladırdı. Fransa prezidenti Emmanuel Macron və Nikol Paşinyan küçük gəzintisində səmimi qucaqlaşmalarda və nəhayət vizual bir şouda. Macron mikrofonda şanson oxuyur, Paşinyan isə nağrada ritim tutur. Aznavurun melodiyasının sədaları altında Cənubi Qafqazın unutulan bir coğrafi dramı gizlənirdi. Ayşən Rəhmi reportajı var. Belə bir ifadə var. Şəhərlər yaddaşdır. Parisin küçələrinə çıxanda hər daşın bir hekayəsi var. Renoir, Picasso, Van Gogh, hamısı sanki hələ də oradadır. Bəs İrəvan, Macronun gəzindiyi o küçələrin altında nə yatır? İrəvanın 7 məscidi, Sərdar sarayı, billur salonları. Bir vaxtlar Avropalı səyyahların gravüralarında minarələri, xan sarayları və şərq harmoniyası ilə canlanan, əsasını Rəvanqulu xanın qoyduğu qədim İrəvanın izləri hardadır? Bugün orada konyak zavodu var. Bəli, düz eşitdiniz. Tarixi bir mədəniyyəti silib yerində konyak şüşələri düzmək. Bu sadəcə memarlıq cinayəti deyil, bu bir xalqın tarixini silgi ilə yox etmək cəhdidir. Bugün Fransa nümayəndə heyətinin qaldığı Mariot oteli əslində İrəvan qalasının sındırılmış divarları üzərində ucalır. Xan sarayının zirzəmləri bugün spirt qoxuyur. Bu mənzərə bizi işğaldan azad edilən torpaqlarda tövləyə çevrilən məscidlərimizin taleyini xatırlatmırmı? Afrikada mədəni irsin və xalqlara qarşı assimiliyasiya, soyqırım siyasəti aparan bir dövlət təbii ki, Cənubi Qafqazda Ermənistan vasitəsilə Azərbaycana da qarşı öz imperialist siyasətini daima gündəmdə saxlamağa çalışır. İrəvanda qədim Azərbaycanlıların məscidləri, qəbristanlıqları və digər müqəddəs abidələri dağıdılır və məhz İrəvanda Fransa tərəfi burada Azərbaycanlıların qədəmi irs mədəniyyət yeri olan yerdə müasir bir tikili tikməsi təbii ki, Fransanın heç də mədəni ölkə, müasir mədəniyyətlə uzlaşmasını göstəricidir. Bugün qədim Təpəbaşı, indiki adı ilə Kont məhəlləsində keçmişin son qırıntıları can verir. Abbas Mirzə məscidinin qalıqları sanki səssiz bir şahiddir. İndi isə İrəvan bələdiyyəsi bu ərazini fransız investorların pulu ilə dırnaqarası modernləşdirmək, yəni tarixin son sübutlarını da bir dəfəlik torpağa bastırmaq istəyir. Və sivilizasiya dəyərlərindən dəm vuran Avropa buna niyə göz yumur? Avropa və Fransa uluslararası hukuk normlarında bu tür kültürel miraslara sahip çıktığını gösterme hamleleriyle birlikte Türk İslam eserlerine yapılan zulüm ve yıkımları görmezden gelerek ikiyüzlülüğünü ortaya koymaktadır. Yani Emmanuel Macron'un siyasetinden Ermenistan'ın ve Batı'nın tarihi ve kültürel miraslara bakış açısıyla Türkiye ve Azerbaycan'ın bakış açıları farklılık göstermektedir. İspanlar Elhamra sarayını dağıtmadılar. Amerikalılar Santa Fe şəhərini qorudular. Çünki böyük sivilizasiyalar tarixlə savaşmır, onu yaşadır. Fransa prezidenti Emmanuel Macron İrəvanda romantik bir səhər yürüyüşünə çıxdığını zənn eləyə bilər. Amma əslində o ayaq səsləri qədim bir tarixin məzarı üzərində əks-səda doğururdu. Paris öz keçmişi ilə qürur duyur. İrəvansa qorxduğu keçmişini konyak qoxulu zirzəmilərdə bastırır.